Sözün bitdiyi an verilişinin aparıcısı Nigar Fərhadın səhhətində ciddi problem yaranıb. Yeni Sabah məlumat verir ki, Teleqrafa istinadən əldə etdiyi xəbərə görə aparıcı xəstəxanaların birinə müraciət edib. Səhhətində yaranmış narahatlığa görə o işə çıxmır. Aparıcı eyni vaxtda zənglərə cavab vermir. Son hadisələrin aparıcının səhhətinə mənfi təsir göstərdiyi bildirilir. Əlavə edək ki, Nigar Fərhadın aparıcı olduğu verilişdə oğlum olsa ona atası olmayan qızı ala bilmərəm açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub. Dilən Audiovizual Şura Kanal sin yayımının bir günlük dayandırılması ilə bağlı qərar qəbul edib. Fənaisin müvafiq açıqlamasında qeyd edilib ki, aparıcı ilə izah edici söhbətlərin aparılması bu cür halların gələcəkdə təkrarlanmaması üçün verilişin yayımının müvəqqəti dayandırılması qərara alınıb. Mənim oğlum olsa ona atası olmayan bir qız ala bilmərəm. Çünki mən elə doğulduğum ailədən görmüşəm ki, evin kişisi kişi olmalıdır. Şix xarakterli olmalıdır. Şi tabiçiliyini anlamayan qadın heç vaxt heç kəsin oğlunu xoşbəxt edə bilməz. Bu fikirlər sosial şəbəkə platformalarında geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri aparıcını tənqid edərək onun çıxışını efirə uyğun hesab etmədiklərini bildiriblər.